Demək, dəyərli izləyicilər, dekabrın 4-də Neftçalada balıq festivalı keçirildi. Həmin festivalda mən də sayt rəhbəri olaraq iştirak elədim və icra başçısı Mirhəsən Seyidovun məlum icra hakimiyyətinin qarşısında çıxışı var. Elə o videonu mən çəkmişdim, sosial şəbəkələrdə paylaşılmışdı. Və festivaldan sonra icra başçısının geydiyi əynindəki plaşın qiyməti 25.000 manat olduğunu yazanlar oldu və bu sosial şəbəkələrdə geniş yayıldı. Həmin videonu görürsünüz. Bugün icra başçısı danışıb, görək nə deyib, plaşın qiyməti bəlli olub. Birincisi onu qeyd edeyim ki, bu Hugo Boss Burberry brendinin yeni bir marka olduğunu təzə mən sizdən eşidirəm. İkincisi onu qeyd edeyim ki, hal-hazırda bu plaş mənim əlimdədir və bunu 3 il bundan qabaq mən 350 manat almışam. Üçüncüsü isə bunu yayan yoldaşlara bir Neftçalalı kimi mənim dəvətim var. Onları mən dəvət edirəm Neftçalıya ki, gəlsinlər, möhtərəm cənab prezidentin yüksək diqqəti ilə Neftçalada artan iqtisadi gücü, Neftçalalı zəhmətkeşlərin əldə etdiyi uğurları işıqlandırsınlar. Birinci balıq festivalı da hesab edirəm ki, çox uğurlu həyata keçirilibdir. Doğma rayonumuza xeyirli uğurlu olsun. Aydındır. Oldu. Çox sağ olun. Çox təşəkkür edirəm. Uğurlar minnətdaram. Sağ olun. Çox sağ olun.